Yenə qanlı Kərbəlanın xəbərin səba gətirdi. Yenə qəmlər aşinadan mənə aşina gətirdi. Məgər əsti Şamidən həm əsibən o Neynəvadən ki özü ilə ah-u nalə bu qədər nəva gətirdi. Bakı əhli gəldi cuşa bu həvai Neynəvadən, bu küləkli şəhrə ətri Şəhi Kərbəla gətirdi. Enərək o qətligahə yenə pər çalıb göyərçin, iki şəhbərində qandan dolanıb həna gətirdi. Gözü qanlı yaşlar ilə ayağında qanlı türbət, yaralı ürəklər üçün əbədi şifa gətirdi. Bu nə eşqüdür ilahi, bu nə eşqüdür ilahi, məni yerdən ərşə çəkdi. Mən özüm nə yerdə idim, haradan hara gətirdi. Dedim ey könül, dedim ey könül, mühərrəm qonağın gəlib səfərdən. Dedi xoş gəlib fənai, evimə səfa gətirdi. Dedi xoş gəlib fənai, evimə səfa gətirdi. Bismillahirrahmanirrahim. Salam əziz dəyərli tamaşaçılarımız. Qumdanələri verilişi yenə efirdədir. Daimi qonağımız ilahiyyatçı Ustad Alim Hacı Fariz Xanmədlidir. Hacı xoş gördük bir daha sizi. Hər vaxtınız xeyirli, bərəkətli olsun. İnşallah, əziz olasınız. Allah təbrizə bərəkət versin. Bismillahirrahmanirrahim. Mən də salamlayıram sizi. Aleyküm salam. Sizin simavuzda bütün izləyicilərimizi. Bilirəm qərarlaşdırmışıq sosial mediadan gələn suallara cavab verilsin. Amma icazə versiniz, bu qəzəl, bu şeir məni apardı Həzrət Hüseyn ibn Əli əleyhissalamın barigahına. Mən bir neçə məsələyə işarə eləmək istəyirəm. Allah sizi qorusun. Allah biz İmam Hüseyn əleyhissalamdan ayrı salmasın. Amin ya İmam Rəbbel Hüseyn ələmin. əleyhissalamsız yəni həyat belədir ki, biz neçə gündür veriliş çəkirik, artıq Ramazan ayının son günlərinə yaxınlaşırıq, sayılı günlər qalıb. Biz hələ İmam Hüseyn əleyhissalama vaxt ayırmamışıq. Bu qəzəlində bugün bura təsadüf eləməsi xüsusi bir anlam daşıyır. İcazə verirsiniz, mən bir neçə məsələyə aydınlıq gətirərdim. Hələ keçən verilişimizdə daha elə müqəddimə olaraq başladınız. Suallar elə gözəl danışdınız ki, Allah sizdən razı olsun. Əl-kəlamı yəcrul kəlamı çəkir. Düzdür, elədir. Mən də mane olmadım, yəni sual vermədim sizə. Allah sizdən razı olsun. Xidmətçi ərz edeyim ki, bu zamanda yaşayan insanlar ümumiyyətlə fərq eləməz. Ümumiyyətlə hər bir zamanda yaşayan insan bir bölgə əsasında öz əməlləri ilə nisbətdə insanları 4 hissəyə bölürlər. Mən verilişlərin birində buna işarə eləmişəm sadəcə. İşarə olaraq keçmişik üstündən. Əməllə insan müqayisədə 4 qismə bölünür. Bir qism insanlar var, yaxşı adamdılar. Yaxşı iş görürlər, amma yaxşı işi yaxşı görmürlər. Pis görürlər yaxşı iş. Bəzi adamlar var, pis adamdılar. Pis iş görürlər, pisliklərində bir sərhəd tanıyırlar. Bəzi adamlar var, pis iş görürlər, pis adamdılar, amma pislikdə heç bir sərhəd tanımırlar. Bəzi adamlar da var, yaxşı adamdılar, yaxşı iş görürlər və yaxşı işi yaxşı görürlər. Bu, İslamın bəyəndiyi adamlardır və örnək olan adamlardır. Təsəvvür edin, adam var, yaxşı adamdır və zaten yaxşı iş görmək istəyir, amma yaxşı işi görməyin yolunu bilmir. Bu qism adamlara misal olaraq bunu göstərmək olar. Görürsən, adamdır, zaten yaxşıdır, amma gəlir bir iş, yaxşı işdə planlaşdırır ki, yaxşı iş görsün. Yaxşı işi görəndə onu batil eləyir. Quranda buna misallar çoxdur. Məsələn, Quran bizə buyurur ki, la tubtilu sadaqatikum bil mənni vəl əza. Minnət qoymaqla, əziyyət eləməklə öz yaxşılıqlarınızı, sədaqələrinizi batil eləməyin, aradan aparmayın. Adam var, məsələn, bir yaxşı iş görüb hər yerdə o yaxşı işi dilinə gətirir. Deyir, birini asırdılar, mən bu misalı çox istifadə edirəm. Dedilər, niyə asırsınız bunu? Dedilər ki, bu dövlət büdcəsini talayıb, məsələn, yiyib. Dedilər, borcunu ödəsələr buraxarıq. Qazi belə hökmdür. Bu pulu da yoxdur, kömək eləyən də yoxdur, ona görə hökm edamdır. Deyir, mən ona kömək eləyərəm. Nədir borcu, mən ödəyirəm, onu buraxın. Onu azad edirlər, bu borcunu ödəyir, azad edirlər. Bir müddətdən sonra görürlər, bu adam gəlir qazinin yanına, deyir, cənab qazi, məni asın. Deyir, niyə? Deyir, vallahi, siz bir dəfə asarsınız məni. Deyir, borcun yoxdur, axı, borcu ödəmsiniz. Deyir, yox, siz bir dəfə asarsınız. Bu, mənim yerimə pulu ödəyən adam hər gün məni öldürür, hər gün asır.
Hər gün mənə deyir ki, mən olmasaydım indi 40-ın çıxmışdı, ilin çıxmışdı, neçə il keçmişdi üstündən. Özdə Məclislərdə, cəmiyyət içində. Yəni belə adamlar var cəmiyyətdə və bu bir misaldır, amma belə adam cəmiyyətdə çoxdur. Çoxdur belə adamlar ki, bir dənə yaxşılıq eləsə onu hər yerdə danışar, hamısına bildirər. Quran məntiqində, İslam məntiqində budur ki, yaxşılıqları örtmək lazımdır. Yaxşılıqları gizlin eləmək lazımdır. Necə ki, Əhl-i Beyt eləyirdilər. Yaxşı işləri orada burada danışıb yaymaqla, onu sadəcə riya eləməklə əməlin savabını əldən verər insan, yəni aradan aparar. Allah təbarək və təala buyurur ki, Ənə xeyru şərikin, mən ən gözəl şərikəm. Bir nəfər adam bir əməldə məni başqası ilə şərik eləsə, mən öz haqqımdan keçərəm, öz payımı da verərəm ona. Qiyamət günü adam əməl eləyər, gələr deyər ki, ilahi, mən deyər sənin heç nəyin yoxdur. Axı mən belə eləmişəm, yox, mənə görə eləmədin axı. İstəyirdin insanlar səni alqışlasınlar. İstəyirdin insanlar üçün eləyəsən. Görürsüz sosial mediada bir kömək eləyir, bir dənə kasıb ailə tapıblar, kömək eləyiblər, aparırlar adamı, video çəkirlər, film tuturlar, telefondan hərə bir tərəfdən çəkir. Bunu aldıq, bu qiyməti aldıq, gətirdik filan yerdə, verdik filan kəsə. Təşəkkür elə filan kəsə, əmiyə təşəkkür elə. Bu tam İslamın əleyhinə olan məsələlərdir. İslam deyir ki, insanların izzətini qorumaqla onlara yaxşılıq eləyin. İzzəti qorumaqla ona yardım eləyin. Olmaz belə cəmaət arasında yaymaqla filan. Bir qism insanlar budular. Yəni onlar yaxşılıq eləyərlər, yaxşı iş görərlər, özləri də yaxşı adamdır, amma yaxşılığı doğru düzgün formada eləyə bilməzlər. Bu bəyənilmir İslamda bu forma. Bir qism insanlar var, pis adamdılar, pislik eləyirlər, amma pisliklərində bir sərhəd tanıyırlar. Füzeyl ibn Ayaz İslamın 2-ci əsrində, yəni tabeilər dönəmində, səhabələrdən sonraki dönəmdə bir şəxs idi, yol kəsən idi. Adam yol kəsib karvan basardı, malların əlindən alardı, götürərdi. Bunun qorxusundan karvanlar yola çıxa bilməzdilər. Quttağı təriqlərdən idi. Təsəvvür edin, bir gün gəlir bir karvanın qabağını kəsirlər, karvanda nə var hamısını alırlar, gətirirlər, boşaldırlar yerə. Bu da oturub baxır, görürlər bir xurcunu boşaldanda görürlər içindən dəri çıxdı, üzərinə yazı yazılıb. Füzeyl soruşur ki, bu dəri nədir, kimindir, deyirlər bir qocanındır, çağırırlar, bu nədir? Deyir, bizdə bir peyğəmbər var imiş, gəlmişdi, indi rəhmətə gedib. Sevgili peyğəmbərimiz deyərdi ki, insanlara, Quranda bir ayə var, Ayətül Kürsi adında. Hər kim onu əzbərləsə, üstündə gəzdirsə, yolun şərrindən səfərə çıxanda amanda qalar. Yol kəsənlərin şərrindən amanda qalar. Bu sözü deyəndə Füzeyl biraz düşünürdür, qaytarın bunların mallarını. Ətrafdakılar deyirlər, biz 6 aydır karvan gözləyirik, bir dənə yağlı karvan düşüb əlimizə, nə qaytarın? Deyir, yox, qaytarın. Deyirlər, niyə axı? Deyir, biz mal oğrusuyuq, biz əqidə oğrusu deyirik. Deyirlər, niyə? Deyir, əgər biz bu qocanın malını əlindən alsaq, bunun əqidəsini də əlindən alacağıq. Necə deyir? Deyir, belə ki, bu adam Peyğəmbərə iman gətirib. Biz bunun malını alsaq, bu deyəcək Peyğəmbər demişdi, Ayətül Kürsi yanınızda olsa sizi hifz eləyər. Ayətül Kürsi bizi qorumadı. Deməli, bu düz deyil. Düz deyilsə dönəcək əqidəsindən. Biz mal oğrusuyuq, biz əqidə oğrusu deyilik. Deməli, bu adam bir adamlar qisminə daxildir ki, bu pis adamdır. Pis iş görür. Oğrudur. Oğurluq eləyir. Amma pisliyində bir sərhəd tanıyır. Hacı, çox maraqlıdır. Elə insanlar sonda tövbə nəsib hidayət eləyirlər. Allah onları hidayət eləyirlər. Eyni ilə Füzeyl ibn Ayaz kimi. Füzeyl sonradan qocalmışdı. Bu əməlinə görə Allah onu hidayət elədi. Qocalmışdı da dəstəsiz adı qalmamışdı. Da qocalmışdı, özü dəstəyə başçılıq edə bilmirdi. Ev oğrusu idi, evlərə girirdi. Mədinədə girirdi, evlərdən oğurluq eləyirdi. Gəldi bir bacadan girəndə gördü bir qadın Quran oxuyur. Quran səsini eşitdi. Aya o vaxt gəlib çatmayıb, onlar Allaha tərəf dönsünlər, dönüş eləsinlər. Füzeyl orada dayandı, dedi, çatıb o vaxt. O vaxt yetişib, anı dəyərləndirdi. Anı dəyərləndirdi və hidayət oldu, tövbə elədi, bağışlanmaq istədi və deyirlər zaman-zaman o adamlar ki, tanıyırdı, yerlərini bilirdi, ünvanını bilirdi. Hüquqları bərpa elədi. Onların hüquqlarını bərpa elədi, mallarını qaytardı. Çox önəmli məsələdir. Çox önəmli məsələdir ki, bu haqqın nasda biz keçən verilişlərdə danışmışıq. Qul haqqı çox önəmlidir. Allah bağışlamaz əgər bəndə keçməsə. Ona görə çalışmaq lazımdır. Günah eləyəndə də insan günah eləməməlidir. Amma indi birdən insan günah eləsə də o məsələlərə riayət eləməlidir. Tövbə eləyəndə haqqın nası bərpa eləyib geri qaytarmalıdır. Mənim bir dostum var idi, deyirdi, bu
oğruların qanunlarında, Rusiyada filan da məsələn bu oğru həyatı yaşayanların qanunlarında bu maşın oğruları ki var, onlar adam öldürməzlər deyir. Çox maraqlıdır. Bir müstəntiq də mənə bunu demişdi Rusiyada ki, deyirdi maşın oğurlayan adamlar adam öldürməzlər. Onların işi odur. Əgər bir maşını oğurlayıblar, sahibini də öldürüblərsə, deməli bu maşın oğrularının işi deyil. Yəni onlar pis adamdılar, pis iş görürlər, oğurluqla məşğuldurlar. Amma oğurluğunda bir sərhəd tanıyırlar. Ya Hürr ibn Yazid Riyahi, İmam Hüseyn və İslamın qabağını kəsdi. Balaların qorxuzdu. İmam Hüseyn əleyhissalam narahat oldu. Həzrət ona dedi ki, səkələtə ummək, anam matəmində otursun Hürr. Hürr ona cavabında dedi ki, mənə hər kim bu sözü desəydi, cavabını qaytarardım. Mən də onun anasının matəmində oturmaq kimi bir ifadə işlədərdim. Amma sənə bu sözü demərəm. Niyə? Çünki sənin anan xanım Zəhradır. Və kədərləndi bu sözü deyəndə. İmam Hüseyn əleyhissalamın anasının adını dilinə gətirmədi. Və cavab vermədi Həzrət Hüseyn əleyhissalam. Təsəvvür edin, alimlər deyirlər, sonradan Hürrün yola gəlməsində, hidayət olmasında Xanım Zəhraya ehtiramı sayəsində. Xanım Zəhra əlindən tutdu. Ehtiramını saxladı, qeyrəti var idi. Ehtiramını saxladı, Xanım Zəhra da əlindən tutdu, hidayət olundu. Və sonra peşmançılığına, məşhur peşmançılığına gəldi. Hüseyn ibn Əlinin yanına əfv istədi, daha mənim bağışla, tövbə elədi və dedi, icazə ver sənin qarşında şəhid olum. Öz oğlun özündən qabaq göndərdi şəhadətə. Özü də böyük şəxsiyyət idi. Çox maraqlıdır. Oğlu deyir, həmən gün Aşura günü qoşunlar səhv çəkiblər, dayanıblar. İmam Hüseynin balaca qoşunu orada. Yezidin böyük qoşunu, İbn Ziyadın böyük qoşunu. Bunlar bilirlər, zahirən bunlar qələbə çalacaqlar. Deyir, gördüm atam narahatdır. Döndü mənə dedi ki, ya bu nəyyə, mənim balam, ən-nas minəd-dünya rahilətun. İnsanlar dünyadan köçəcəklər. Və kəramatud dünya zailətun. Bu dünyanın gözəllikləri hamı aradan gedəcək, qalmayacaq. Belə baxdım, deyir, gördüm bir pəhləvan danışığı deyir axı bu. Bu necə danışır mənəvi danışıqla? Dedim, bəs nədir çarə yolu? Baxdı, deyir, dedi, innəl həqu bil Hüseyn nəfuzu bis səadə. Əgər Hüseynə qoşulsaq xoşbəxt olacağıq. Səadət Zəhranın balasının yanındadır. Bu insan pis o adam, pis işlə məşğul, imam balaların qorxuzan, imam qabağın kəsən, imam yolun kəsən adam gəldi bir yerdə bir sərhəd tanıdığına görə Allah əlindən tutdu, hidayət elədi. Ola bilər adam pis adam olsun. Ola bilər adam pis işlə məşğul olsun. Amma sərhəd tanısa, sərhəd tanıyan adam 100% hidayət olacaq. 100% yaxşı tərəfə gedəcək. Bir qism insanlar da var, pis adamdılar, pis işlə məşğuldurlar. Pisliklərində sərhəd tanımırlar. Məsələn, adam gəlib İmam Hüseyn əleyhissalamla mübarizəyə, pis adamdır da, özü dəvət eləyib Küfəlilər İmam Hüseyni. Ağa gəlib, indi gəliblər ağanı öldürməyə, İbn Ziyadın əmri ilə, Yezidin istəyi ilə. Pis adamdır, pis iş görür və heç bir sərhəd tanımır. Məsələn, İmam Hüseyn əleyhissalam yıxılıb o Qodalı qətligahə. Ağam barmağından gəlib o üzüyü götürmək istəyir, onu çıxartmaq olar da. Gəlir o ağanın o mübarək barmağını kəsir, üzüyü götürür. Pis adamdır, pis iş görür, pisliyi də sərhəd tanımır. Pis işi də pis görür. Pis işi də pis eləyir. Çox maraqlıdır. Bizdə deyilir ki, o yaxşı adamlar var, yaxşı iş görürlər və yaxşı görürlər o işi. Onlar da özlərini qorumasalar, bir gün yıxılarlar, gələrlər, bu 4-cü qismin içinə düşərlər. Pis adamdır, pis iş görür, pisi də pis görür. Pislikdə də sərhəd tanımır. Yəni insan heç vaxt insan sığortalanmayıb. Mən bunu zaman-zaman misal vururam. Deyirəm ki, Zübeyir ibn Əvam, Zübeyrlə Təlhə, Təlhətul Xeyr, Zübeyir Seyful İslam. Bunlar peyğəmbər səhabələri idi və Zübeyir Əli ibn Əbi Taliblə dayıoğlu bir oğlu idilər, Zübeyir ibn Əvam. Səfiyyənin oğlu idi Zübeyir. Bir gün peyğəmbər danışırdı. Özü də bilirsiniz də, Zübeyir Əlini müdafiə edib. Bir ömür peyğəmbərin yanında olan şəxsiyyətdir. Çox maraqlıdır. Vallah Zübeyrin həyatını oxuyanda adam öz aqibətini düşünməyə bilməz. Bir nəfər Zübeyir kimi şəxsiyyətin həyatına baxa, ondan sonra özü düşünə ki, mən yaxşı adamam, şükür Allaha. Nə qədər qəbrə səlamət baş aparmamısan ha, gərək narahat olasan. Qəbrə qədər, qəbr evinə, kəfənə bükülüb qəbrin içinə qoyulana qədər insan qorumalıdır. Nəfs əjdərha aslan, keym orada əst.
nəfs əjdərhasından keymurda است. O haçan ölüb, əjdahadır nəfs. Biz onu qorumalıyıq özümüzü hər an. Zübeyir bir gün oturmuşdu sevgili peyğəmbərimizin yanında. Peyğəmbər Əli ibn Əbi Talibdən danışırdı. Gördü Zübeyir belə heyran qalıb baxır Əliyə. Sevirdi də Əli ibn Əbi Talib. Peyğəmbər buyurdu Zübeyir, Əlini çox istəyirsən. Hə? Dedi onu necə çox istəməyim. Onu səma əhli çox istəyir. Özümdən mən fəxr edirəm o ilə. Bütün İslam dünyası onu sevir. Başladı Əlinin fəzilətlərindən deməyə, sonra dedi ki, və o mənim daim oğludur. Bax, necə o ilə iftixar eləməyim. Başladı bu gözəllikləri danışmağa. Peyğəmbər buyurdu, Zübeyir, bir gün onlar Əliyə qarşı çıxarsan. Zübeyir durdu ayağa, narahat oldu. Dedi, ya Rasulallah, sən deyirsən, inanıram. Amma dua ilə o gün olmasın. Necə ola bilər o? Narahat oldu. Peyğəmbər buyurdu, Zübeyir, otur. Bir gün onlar sənə Əliyə qarşı çıxarsın. Zaman keçdi. Zübeyir Əliyə qarşı çıxmadı. Xanım Zəhranın dəfninə barmaq sayı qədər adamı dəvət elədi. Əli onlardan biri Zübeyir ibn Əvamdır. Ona məktub yazdı, xüsusi dəvət elədi xanım Zəhranın dəfninə. Əli ibn Əbi Talibi beyətə aparanda, Əlinin əl-qolunu bağladılar, kündələdilər Əlinin qolunu. Aparanda bir nəfər onu müdafiə elədi. Zübeyir ibn Əvam idi. Gəldi dedi, ya məşərə bəni Haşim, əyyufəlu haza bi Əliyin və əntum əhya. Ey bəni Haşimlilər, bu Əlidir, onu zəncirə vurub aparırlar və siz dirisiz baxırsınız. Siz ölməmsiz, Əlini belə aparırlar. Siz diri ola Əlini belə əlin qolun bağlayıb aparırlar. Biri gəldi oradan Zübeyir ibn Əvamın arxadan başına, evin üstündən daşla vurdu, boynunun arxasından. Huşdan düşdü, qılıncı düşdü yerə. Onun da əlin bağladılar, zəncirlədilər, Əli ilə bərabər gətirdilər məscidə. Təsəvvür edin, Zübeyir orada da Əlini tək qoymadı. Qılınc çəkdi, Əlini müdafiə elədi. Sonradan zaman keçdi, Əli ibn Əbi Talib əleyhissalam evdə oturma dönəmi gəldi. Həzrətin o dözmə dönəmi, xanəneşin dönəmi. Xanəneşinlik dönəmi, ev dustaq olma dönəmi, evdə oturma dönəmi. Bu dönəm də çətindir. Savaş bəzən səbr eləməkdən rahatdır. İnsan bəzən gedib can verməsi də dözməkdən rahatdır. Çox bunlar ağır məsələlərdir. İnsan dözsün, özü də Allahın aslanı, Əli ibn Əbi Talib kimi kişi. Qərar aldı evdə oturacaq 25 il. Oturdu evdə. Bu dönəmdə Zübeyir və Təlhə evdə oturmadılar. Əli oturdu, axı onlar oturmadılar. Zübeyir başladı varlanmağa. Çox varlandı. Məsudi tarixçi buna baxmayaraq ki, uzun müddət Zübeyirdən sonra gəlib və sonra yazıb Zübeyrin haqqında, yazır ki, Zübeyir o qədər varlandı, özünə böyük qalalar tikdirdi və hal-hazırda Zübeyrin tikdirdiyi qalalardan bəzisi öz istehkamını qoruyur və qalır. Gör özünə necə ev tikdirmişmiş. Məsudiyə qədər qalmışdı onun qalalar. Və İslam dünyasında 6-cı varlı adam olur. O qədər varlanır. Çox böyük nüfuza sahib olur, imkana sahib olur. Və yavaş-yavaş bu işlər onun ruhiyyəsində təsir eləməyə başlayır. Və sonra Əbdullah ibn Zübeyir bunun evində doğulur. Oğlanları başlayırlar buna təsirlər eləməyə, Zübeyir ibn Əvama. Övlad buna təsir eləyir. Bir gündə gəlir Əli ibn Əbi Talibin üstünə qoşun çəkir. Qoşunla gəlir, Həzrət deyir ki, gözləyin. Savaş başlamamış. Deyir, Zübeyir gəlsin, o ilə danışacaq. Qılıncı batırır yerə. Zübeyirə deyir ki, Zübeyir, yadındadır bir dəfə sənlə bərabər oturmuşduq, Peyğəmbər danışırdı sallallahu aleyhi və səlləm. Deyir, bəli. Deyir, Peyğəmbər sənə belə buyurdu, sən narahat oldun. Zübeyir, o gün bu gündür. Peyğəmbər dediyi oldu. Zübeyir qaldı. Zübeyir orada Əli ibn Əbi Talibə qoşulmalıydı. İmamın tanımalıydı. Öz qoşunu tərəfə qayıtmadı. Ayrıldı onlardan, getdi səhraya tək. Üz tutdu, getdi. Əliyə də qoşulmadı. Sonra Nəhrəvanilərdən biri Zübeyri öldürdü və onun qılıncını götürdü, gətirdi. Əli ibn Əbi Talibə dedi, caiz, əl-caiz, mənə mükafat ver, əl-caizə, əl-caizə. Həzrət baxdı ona, dedi, uzaqlaş buradan. Qılıncı götürdü, dedi, bu qılınc nə qədər Peyğəmbərin kədərini aradan aparmışdı. Bu qılınc Peyğəmbər üzündən nə qədər kədər aradan aparmışdı. Sonra buyurdu, əl-qatilü vəl-məqtul kilahuma finnar. Ölən də, öldürən də, ikisi də cəhənnəmdədir. İndi bəzən soruşurlar ki, bəs
öldürəni bildik. Ölən niyə? Ölən ki, orada ayıldı, qoşulmadı, öz qoşununa baş götürdü, getdi. Hələ baş götürüb getmək özü bir müşkül məsələdir. İmamı tək buraxıb, imamdan ayrılıb baş götürüb getmək özü hələ ittihamdır, böyük ittihamdır. Ona görə Həzrət buyurur ki, əl-qatil vəl-məqtul kilahuma finnar. Hər ikisi cəhənnəmdədir. Görünən budur ki, aqibətimiz üçün özümüzü qorumalıyıq. Nə qədər yaxşı adam oluruq, olaq, aqibətimizi düşünməliyik. Ona görə biz dualarda ki eləyirik. Allahümmə cəalna əvaqibə umurina xeyra. Allahümmə cəala. Biz ilahi bizim işimizin sonun, ömrümüzün sonun aqibətimizi xeyirli elə. Bu çox önəmli məsələdir. Hacı söz kəsirəm, özür bilin. Hacı bir sual yaranır. Əli əleyhissalamın buyurduğu o kəlam barəsindədir. Həm qatil, həm məqtul ikisi də cəhənnəmdədir. Bəli. Burada məqtul aydındır. Əli əleyhissalamı tək qoydu. Yəni Əli əleyhissalama qoşulmalı idi, qoşulmadı. Məlumdur yeri. Bəli. Bəs öldürən niyə cəhənnəmdədir? O öldürən iki səbəbə görə. Bir səbəb budur ki, o öldürən onu Əlidən ayrılmağa görə öldürməmişdi. Onun boynunda qan var idi. Bir səbəb bu idi. Zübeyri öldürdü. Buna görə ki, elə düşündü. Qılıncını gətirib Əliyə verəcəm, caizə alacam, mükafat alacam. Yəni bir nahaq qan tökmüşdü. Yəni ona heç kim o əmri verməmişdi. İkinci səbəb də budur ki, o nəhrəvanilərə qoşuldu. Əli əleyhissalamın üstünə gəldi. Əli onu nəhrəvanda öldürdü, həmən adamı. Ona görə Həzrət onun aqibətini bilirdi. Bilirdi ki, onun aqibəti də o da hücum çəkəcək Əlinin üstünə. Nəhrəvanilərlə Həzrət Əmirin üstünə gələndə savaşda Həzrət Əmir onu cəhənnəmə vasil eləmişdi. Ona görə Həzrət qabaqcadan buyurmuşdu ki, əl-qatil vəl-məqtul ikisi də cəhənnəm əhli olacaqlar. Yəni hətta Zübeyr olsaq belə, Peyğəmbərin üzündən qəm-kədər aradan aparan şəxsiyyətdə olsaq, aqibətimizi düşünməliyik. Dua eləməliyik, xüsusilə bu mübarək ayda, mübarək gecələrdə dua eləməliyik ki, Allah aqibətimizi xətmi bi xeyr elə. Çox böyük duadır. Bunu Əhl-i-Beytin özü də müxtəlif yerlərdə sifariş eləyirlər, çox sifariş eləyirlər. Bəli, çünki önəmli məsələdir. Çox adamlar var, görürsən gəliblər, olur bir ömür yaşayırlar, xidmət eləyirlər. Amma görürsən bu dünyasının dəyişən vaxtı birdən-birə son dönəmlərində təkvirə səbəb olur, əməllər eləyirlər, məsələn, küfr əhli olurlar. Rastlaşır, həyatımızda da rastlaşmışıq belə adamların. Allah sonumuzu, aqibətimizi xətmi bi xeyr eləsin inşallah. Bir də o dördüncü qism adamlar ki, yaxşı adamlardır, yaxşı iş görürlər və yaxşı işi də yaxşı görürlər. Bunun örnəyi və öndəri bu məsələnin Əhl-i-Beytdir. Ki, onlar zaten yaxşı adamlardılar, pak adamlardılar. Pak işlər görürlər və onu yaxşı formada yerinə yetirirlər. Təsəvvür edin, biri gəlir, Mədiniyə daxil olur, deyir, bu şəhərin kərimi kimdir? Deyirlər, Hüseyn ibn Əli, qapısını göstərirlər. Zahirən İmam Həsəndən sonraki dönəmdir. Çünki İmam Həsən dönəmində Əhl-i-Beytin kərimi İmam Həsən məşhurdur bu işlə. Ki, 2 dəfə öz malının hamısını insanlara hədiyyə eləyib, ehsan eləyib Allah yolunda. 3 dəfə də öz malın insanlarla yarı bölüb, yoxsullarla bölüb malın. Ona görə ona Əhl-i-Beytin kərimi deyirlər İmam Həsən əleyhissalam. Bu ki, soruşur bu şəhərin kərimi kimdir? Deyirlər Hüseyndir. Mənası budur ki, zahirən Həsən dünyasını dəyişmişdi İmam Həsən əleyhissalam. Bu gəlir İmam Hüseynin qapısını döyür. O qədər xoşum gəlir Acifənay bu hadisiyə, bu dastana. Qapını döyür, amma döyəndə özünü toparlayıb. İmam Hüseyin qapıya yaxınlaşanda görür bir nəfər şeir oxuyur qapıda. Qapını döyə-döyə deyir ki, lən yəisəl anə mən rəcəkə və mən xərrəkə min duni babikəl hələqə əntə cəvadun və əntə mu'təmədun əbukə mən kanə qatələl fəsəqə. Deyir, heç kim bu qapını döyüb, bu qapının həlqəsinə əl vurub məyus qalmayıb. Sən cəvadsan. Cəvad ərəblər o kərimətül əsleynə deyirlər. Ərəb at, bilirsiniz dünyada məşhurdur ərəb atı. O ərəb atlarının atası da ərəb olsa, anası da ərəb olsa, cins olsa ona deyirlər cəvad. Ona deyir ki, əntə cəvadun və əntə mu'təmədun. Sən cəvadsan, sən kərimətül əsleynsən, sən atan Əli də anın Zəhradır. Kərimətül əsleynsən. Və əntə mu'təmədun, sən bizim güvən yerimizsən. Əbukə mən kanə qatələl fəsəqə. Sən atın idi, o fasiqlərlə döyüşürdü, müharibə eləyirdi. Fasiqlərin qatili idi Əli ibn Əbi Talib. Bu sözü deyəndə ağa qapını açmır, dayanır, qayıdır. Deyir, mənim balalarım, gəlin bura.
cibindən bir yaşıl yamani parça çıxardır. Allah. Deyir, kimin nəyi var, gəlsin töksün bu parçanın arasına. Deyirlər, ağa, niyə? Deyir, bir nəfər qapımızı döyür. O Həsənin, Hüseynin, Vəlinin, Əlinin qapısını döyüb bura gəlməyib. O bizim qapını tanıyır, döyür. Bilir bizim qapı nə qapısıdır? Nübüvvət qapısıdır, imamət qapısıdır, kəramət qapısıdır. Səciyyətukumul kərəm, adətukumul ehsan. Bu sözlər var. Sizin adətiniz ehsandır, sizin səciyyəviz kəramətdir. Bizim qapını döyür. Ona öz mərifətinə uyğun kömək eləməliyik. Kimin nəyi var gətirir, qoyur ora uşaqlardan. Ağa da cibində olanları qoyur ora, parçanı bağlayır. Qapını açır, baxmır onun üzünə. Sağ əlini çıxardır, deyir, xozhu fə inni əleykə mu'təzirən. Al bunu məndən, mən səndən üzr istəyirəm. Fəələm fəənni əleykə zul şəfəqə. Bil bunu. Onun oxuduğu şeir kimi ağa cavab verir ona. Deyir, bil bunu. Mən səndən üzr istəyirəm, birdən az olar. Amma bunu bil, biz sizi çox istəyirik. Sizin ki, bizə mərifətiniz var, biz Əhl-i Beyt sizi çox istəyirik. O alır, onu ağlayır, bərkdən ağlayır, hönkürtü ilə. Ağa deyir ki, mən dedim axı, üzr istədim axı, azdır, ona görə ehtiyacın ödənmədi. Deyir, yox ağa, başımdan da çoxdur. Bəs niyə ağlayırsan? Deyir, ağa, baxdım o kərim əllərə, dedim bu həyasız torpaq, bu kərim əlləri necə udacaq? Bu kəramətdə əlləri necə udacaq? Bax, gör ehsanı necə eləyir. Ağa yaxşı adamdır. Yaxşı iş görür, ehsan eləyir və onu yaxşı görür, yaxşı eləyir. Deyir, istəmədim onun gözündə sualın zillətin görüm, ehtiyacın zillətin görüm. Yaxşı adamdır, yaxşı iş görür və yaxşı işi yaxşı görür. Bizə istənilən bizdən budur, biz bu qismə daxil olaq. Yaxşı adam olaq, yaxşı iş görək və yaxşı işi yaxşı görək. Yalandan özümüzü bənzətməyək, deməyək biz yaxşı adamıq. Yalanla olmur. Batin islah olmalıdır. Batin islah olmalıdır. Əhl-i Beyt yolunda Əhl-i Beyt var getmək lazımdır. Əhl-i Beyt kimi getmək lazımdır. Sizin o qəzəlinizdən mən getdim İmam Hüseyn əleyhissalamın vadisinə. Vallahi o vadi bir vadidir ki, o vadinin məhəbbətin, o vadinin səfasın az dadan adam oradan ayrıla bilmir, onlardan ayrıla bilmir. Allah bizi İmam Hüseyn qapısında yaşatsın, Allah bizi İmam Hüseyn qapısında qocatsın. Allah Kərbəla arzusunda olanlara da Kərbəla nəsib eləsin. Amin inşallah. Hacı, bu arada da bir sual vermək istəyirəm. Bu kəramət buyurdunuz. Əhl-i Beytin kərimliyindən, bu kəramətlə səxavətin arasında nə fərq var? Məsələn, deyir ki, filan kəs səxavətlidir və deyir filan kəs kəramətlidir. Və əgər kərimdirsə, Allah da kərimdir. Məsələn, insanın kərimliyi ilə Allahın kərimliyi arasında nə fərq var? Baxın, burada məsələ bizdəki məsələn var ləin, var bəxil, var kərim. Məsələn, bu məsələlər hamısı ayrı-ayrı mənalar ifadə edir. İndi bəxildir, bilirik, istəyir onda olmasın, məndə olsun, ərinə. Paxıllıqdır, bu imanı aradan aparır. Xüsusilə bunu vurğulamaq lazımdır. Çox gözəl sual vurğuladınız burada. Bugün bizim dünyamızda ki, insanlar məsələn hərə öz sosial mediada, sosial həyatında hər kəs özünün nəyi var, onu bölüşür. Bu bölüşmə özü yaxşı hal deyil. Bunu birinci xüsusi vurğulayaq. Məsələn, filan kəsin belə evi var, filan kəsin belə maşını var, belə geyimi var, belə həyat tərzi var. Bunlar bir növ insanlarda ruh düşkünlüyü yaradır. Və özü bilmədən özünü bədnəzər mövzusunda qərar verirsən. Məsələn, bədnəzər də çox önəmli məsələdir. Məsələn, alimlər bizə sifariş edirlər, çalışın xüsusilə mediada, sosial mediada, böyük ariflərin son zamanlarda bir neçə yerdə oxumuşam bu məsələni. Deyirlər, çalışın Allahın sizə verdiklərin cəmaatla çox bölüşməyin. Açıq surətdə cəmaata yaymayın. Çünki bədnəzər insana hər halda gələ bilir. Gözdəymə və hədisdə də keçir ki, ölümlərin sirri açılanda ölümdən sonraki həyatda görəcəklər ki, insanların çoxu gözdəymədən dünyasını dəyişib, bədnəzərdən dünyasını dəyişib. Yəni haqdır da hacı. Haqdır, sehirdir, gözdəymədir. Bunlar haqdırlar. Ona görə çalışmaq lazımdır ki, insan özü şərait yaratmasın, o məsələlər ona tərəf yönəlsinlər. Çalışmaq lazımdır ki, gizlin yaşayasan. Xoşbəxt yaşamaq istəyirsənsə, xoşbəxtliyi cəmaatla bölmək məcburiyyətində deyilsən. Öz ailəndə də bölə bilərsən xoşbəxtliyi. Bir mənalı qarşılanmaz. İnsanlara bunu yayma. O fəlsəfəçilərdən də birinin sözünü oxudum. Deyir, insanlar əldə eləyə bilmədiklərinin düşmənidirlər. Çalış öz nailiyyətləri kütlə ilə bölüşmə.
Əgər bir yerdə sənin bölüşməyin kimlərsinsə səbəb olacaq onların inkişafına, orada bölüşə bilərsən. Mən xüsusi bunu möminlərə tövsiyə eləyirəm ki, bu məsələlərdə diqqətli olsunlar. Hər nəyi bölüşməsinlər cəmiyyətlə. Bölüşmək odur ki, ehsan eləyəsən. Fəqirin yanında pulundan danışma. Danışma, fəqirin yanında pulundan danışma. Birinin atası dünyadan gedib, onun yanında atından danışma. Birinin həyat yoldaşı dünyasını dəyişib, onun yanında ərindən danışma. Birinin övladı yoxdur, onun yanında övladından danışma. Bunlar hamısı ədəb qaydalarıdır ki, hədislərdə keçirlər. Sözümün məqsədim burasındadır ki, bəzən paxıllığa da şərait yaradırıq özümüz. Çalışaq bunu eləməyək. Və o adamlarda ki, özləri ehsas edirlər, hiss edirlər ki, bizdə paxıllıq var. Bu ayda ən gözəl surətdə o müalicə olunmaq üçün şəraitdir. Bu ləyin də ki, öz yerindədir, qovulmuş filan. Gəlirik bu səxi və kərim insana. Səxavət və kəramət sahibi olan insanlar arasında fərq nədir? Səxavət, məsələn, biz Əhl-i-Beyt üçün deyirik ki, səciyyətukumul kərəm. Kərimlik sizin zatınıza hopub. Səxavət zata hopmur. Səxavəti insan özü qazanır. İnsan özü ya övladı belə səxi tərbiyə eləyirsən, görür, götürür. Qıraqdan hasil eləyir. Kərimlik qıraqdan hasil olan məsələ deyil. Bunu başa düşmək lazımdır bir növ. Misal olaraq Hatəmi Tayi səxavətli adam idi. Bir yerdə idim, gördüm bir şeir yazır. Bir məclisdə olan bir zəngin adamsın, bir şeir yazıb. Ona deyir ki, Hatəmdə də bu səxavət olmaz. Sənin səxavətindən. İndi məclis tükənəndə buna yavaş-yavaş dedim ki, şair, sən bilirsən Hatəm kimdir? Dedi, ərəbdə filan. Dedim, yox, elə yox. Sən bilirsən ki, Hatəm Peyğəmbərdən qabaq idi. Peyğəmbər Hatəmin tayfası ilə müharibə elədi. Hatəmin tayfası əsir düşdü. Oğlu qaçmışdı. Əsir düşdü. Qızı da əsir düşmüşdü. Peyğəmbərə dedilər, Hatəmin qızı buradadır. Dedi, onu azad eləyin. Atası səxavətli kişi idi. Onu azad eləyin. Azad elədilər, getdi qardaşına dedi, Peyğəmbər biz tanıdığımız zadəganlardan deyil. Bu səma adamıdır, göy adamıdır. O gəldi Peyğəmbəri gördü, valeh oldu Peyğəmbər. Sözün burasındadır. Hatəm bir gün bir yerə getmişdi. Bir otağı var idi. Otağın bir giriş qapısı var, bir çıxış qapısı. Hatəm orada oturardı, gələnlərə yardım eləyərdi. Bir gün işi var idi, şəhərdən kənara gedirdi, qardaşını otuzdurdu orada. Bir kör kişi gəldi, gözdən zəlil olan kişi gəldi. Oradan keçəndə bir dəfə aldı, getdi, ikinci dəfə yenə durdu növbədə, aldı. Alanda Hatəmin qardaşı ona dedi ki, sən indi aldın ki, yenə gəldin. Dedi, sən Hatəm deyirsən, ona dedi. Mən Hatəmi görməmişəm, gözüm görmür. Səsini də eşitməmişəm indiyə kimi. Amma bilirəm sən Hatəm deyirsən. Dedi, hardan bilirsən? Dedi, gündə 10 dəfə ondan alırdım, bir dəfə mənə deməmişdi ki, sən indi aldın. Sən Hatəm ola bilməzsən. Bu səxavətdir. İnsanda var, hədiyyə eləyir. Kəramət insan zatından qaynaqlanır. Əhl-i-Beytin bir-birinə səciyyələri idi. Xüsusiyyətləri kərimliyi idi. O nə idi? Onlar özlərində qalmayanda da verirdilər. Məsələn, bayaq İmam Həsən əleyhissalamdan misal vırdıq. Həzrətdə yox idi. Məsələn, 2 dəfə bütün varın hamısını kasıblarla bölüb. Elə 3 gün iftarlarını verdilər. İftarlarını verdilər. 3 axşam. Bu adam ki, hər nəyi var verib Allah yolunda. 2 dəfə hər nəyi var verib, 3 dəfə də yarı-yarıya bölüşdü. Bu səxavət deyil. Bu kəramətdir. Özünün ehtiyacı ola bir növ İsara yaxın mənadır. Onlardan başqası bu sifətə malik ola bilməz. Ola bilməz. Niyə? O eyni ilə bu ismət-i icbari kimi bir sözdür bu. Biz deyirik məsumun ismət-i icbarisi var. Məsumda ismət icbari var. Məsum məcburən günah eləyə bilməz. Deyirlər, onda Allah qoymur. Onu deyir, yox, ismət icbari bu mənadadır ki, o günahın çirkinliyini görür. Necə biz murdara meyl eləmirik, o da günah elə meyl eləmir. Bu ismət, kəramət də onlarda bir növ kəramət icbariləri var onlarda. Amma onların kəramətləri ilə Allahın kərimliyinin arasındakı fərq budur ki, Allah xəzanə-i qeybi tükənmir və ehtiyacı yoxdur. Allah nə qədər versə azalmır. Amma bunlar olanın hamısını verirlər və bunu düşünmürlər ki, birdən ac qalarıq. Bir növ bunlar düşünürlər ki, biz o tükənməyən mənbəyə söykənmişik. Amma Allah özü tükənməyən mənbənin sahibidir. Ehtiyacı yoxdur. Ehtiyacı yoxdur. Allah möhtac deyil. Möhtac olmadığına görə Allah təbarək və təala kərimliyi icbaridir Allahın o mənada. Hazır var olun. Çox sağ olun. Allah qorusun. Verilişimizin sonuna gəlib yetişdik. Allah sizi salamat eləsin. Feyziyab oldu Hazır. Allah sizin elminizə bərəkət versin, ömrünüzə bərəkət versin. Qəzəlinizdən vadiyə çıxdı. Allah var eləsin. Allah sizə xalqa çox görməsin. Sizi və sizin simavuzda olan bütün alim ruhanilərimizi inşallah. Çox sağ olun. Təşəkkür edirik.
Var olasınız ustad. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sona yetir. Sağlıqla qalın.